Uşağın qabağına yeməyi qoydunuz, amma yemədi. Nə etməlisiniz? Məcbur etməməlisiniz və növbəti öynə qədər uşağı ac saxlamalısınız. Çünki ya evladınız ac deyil, ya da bu yeməyə qarşı seçici bir iştahsızlığı vardır. Uşaqlarda seçici iştahsızlıq, yəni onun sevmədiyi bəlli bir qidaları yeməməsi, amma sevdiyi qidaları yeməsinə bağlı bir haldır. Odur ki, uşağın menüsünü onun sevdiyi yeməklər üzərindən qurmaq lazımdır. Amma uşaq həmişə yediyi, öz sevərək yediyi yeməyi yemirsə, siz onun qabağına qoyursunuz, onu rədd edirsə, ya bu uşaq toxdur, ya da uşaqda ikincili bir iştahsızlıq problemi vardır. Əgər uşağınız iştahsızlıqdan əziyyət çəkirsə, onun altında yatan dəmir azlığı, B12 azlığı, vitamin azlığı və yaxud da psixoloji iştahsızlıq, yəni siz ona daim yeməyə məcbur edirsiniz deyə bu uşaq yeməkdən imtina edir. Hər bir halda bir səbəb tapıb aradan qaldırılmalıdır. Amma evladınız çox zaman tox olduğu üçün yeməkdən imtina edirsə, növbəti öynə qədər onu ac saxlamalısınız. Aman da uşaq yeməyini yemədi, ac qalmasın deyə ona hər hansı bir ara öyn atışdırmalıqları versəniz, uşağınız növbəti öndən də imtina edəcəkdir.